Salam, bugün mən sizə növbəti video dərsimizi qeyd edim. Adalar haqqında məlumat verim. Keçən video dərslərimizdə biz materik mənşəli adalar haqqında məlumat verdik, ətraflı göstərdik, xəritədəki yerini. Sakit okeandakı, Atlantik okeandakı adalar haqqında qeyd etdik və növbəti dərsimizdə həm vulkanik mənşəli adalar haqqında və mərcan mənşəli adalar haqqında məlumat verək və xəritədəki yerini göstərək. Əvvəlcə baxaq görək bu adalar nəyə deyilir. Adalar dünya okeanında böyüklüyünə görə müxtəlif quru sahələri, demək adalar yerləşir. Onlar materiklərin ölçülərinin daha kiçik olması ilə fərqlənir. Vulkanik mənşəli, materik mənşəli və mərcan mənşəli olurlar və qeyd edək, vulkanik mənşəli adaları qeyd etdik. Konvergent və divergent sərhədlərdə vulkan püskürməsindən yaranır. Materik mənşəli adalar geoloji keçmişdə materikin bir hissəsi olmuşlar. Tektonik hərəkətlər nəticəsində bəzi ərazilər demək enərək su altında qalmış. Dəniz səviyyəsindən yuxarıda qalan quru sahələri isə adaya çevrilmişdir. Mərcan mənşəli adalar isə mərcan poliplərindən ibarət olan əsasən tropik enliklərdə yaranırlar. Və indi daha ətraflı qeyd edək. Pasxa adası və növbəti adamız Pasxa adasıdır. Pasxa adası Sakit okeanda, okeanın cənub-şərqində, Polineziya üçbucağının cənub-şərqindəki nöqtəsində yerləşən Polineziya adasıdır. Və demək, ada qədim Rapa Nui insanları tərəfindən yaradılan 887 samballı abidə ilə məşhurdur. 1995-ci ildə UNESCO Pasxa adasını Rapa Nui Milli Parkının tərkibində qorunan adanın çox hissəsi ilə ümumdünya irsi elan etdi. Baxın, bu cür heykəllər vardır. 10 metrə çatan, uzunluğu 10 metr, yəni hündürlüyü 10 metrə çatır və onların demək ağırlığı 82 tona çatır. Deyilənlərə görə, yəni məlumatlara görə miladdan sonra 1600-cü illərdə inşa edildiyi nəzərdə tutulur. Xəritədəki yerinə baxaq. Pasxa adası 27 dərəcə cənub enliyi, 109 dərəcə qərb uzunluğunda yerləşir. Sahəsi 163,6 kvadrat kilometrdir. Hündür nöqtəsi 242 metrdir. Əhalisi 7750 nəfər təşkil edir. Martinika adası. Martinika adası Karib dənizi hövzəsində kiçik Antil arxipelagına daxil olan ada Fransaya məxsusdur və onun dəniz aşırı departamentinə daxildir. Qədim sakinləri onu çiçəklənən ada adlandırmışdılar, Madinina adlandırmışdılar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. 14 dərəcə şimal enliyi, 61 dərəcə qərb uzunluğunda yerləşir. Xəritədə göstərək yerini. Martinika adası Fransaya məxsus adadır. Və sahilinin uzunluğu təxminən 350 kilometrdir. Ada ilə Paris arasında məsafə 6850 kilometrdir. Burada 1397 metr hündürlüyə malik Mont Pelé vulkanı yerləşir.
Sahəsi 1128 kvadrat kilometr, əhalisi 361.019 nəfər təşkil edir. Farer adaları. Farer adaları xəritədəki yerinə baxaq. Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu Danimarka Krallığının tərkibinə daxildir. 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir və keçiləri ilə məşhurdur. Keçi ölkəsi olaraq da adlanır. Sahəsi demək 1399 kvadrat kilometr, əhalisi 49.000 nəfər təşkil edir. Cənubi Sendviç adaları. Cənubi Sendviç adaları demək Subantarktika qurşağında Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan mənşəli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotiya dənizinin şərq sərhəddi hesab olunur. Keçən video dərsimizdə Georgiya adasını göstərmişdik. Cənubi Georgiya adasını və demək Cənubi Sandviç adası da eyni yaxın ərazidə yerləşir. Sahəsi 310 kvadrat kilometr, əhalisi demək yoxdur. Hündür nöqtəsi 1310 metr təşkil edir. Coğrafi koordinatları 58 dərəcə cənub enliyi, 26 dərəcə qərb uzunluğu. Böyük Sədrifi. Böyük Sədrifi Avstraliya sahillərində 2600 km boyunca, demək 2900 rif sistemindən 344,4 kvadrat kilometr sahəyə malik Mərcan dənizində Mərcan rifli və adalar silsiləsi Böyük Sədrifi mərcan polipləri demək yaranır, poliplərindən yaranan adadır. Markiz adaları. Markiz adaları Fransız Polineziyası ərazisində taid edən təxminən 1190 km şimal-şərqdə yerləşən iki vulkanik ada qrupundan ibarətdir. Və sahəsi, əhalisi qeyd olunmuşdur. 1274 kvadrat kilometr, əhalisi 9000 nəfər təşkil edir.
Cəmiyyət adaları. Cəmiyyət adaları Sakit Okeanın cənubunda. Polineziyada arxipelaq Fransanın mülkü hesab olunur. Sahəsi 1590 kvadrat kilometr. Sahil xəttinin uzunluğu 2000 metr. Hündür nöqtəsi 2241 metr təşkil edir. Coğrafi koordinatları 17 dərəcə cənub enliyi, 149 dərəcə qərb uzunluğu təşkil edir. Və xəritədə göstərək, burada daha böyüdülmüş formadadır. Polineziya adaları, biz bilirik ki, Okeaniyada adalar qrupu 3 yerə bölünür. Mikroneziya, Melaneziya və Polineziya adaları. Polineziya adalarına, baxın, demək, cəmiyyət adaları, baxın bu ada. Və bir də Markiz adaları, bayaq qeyd etdik, Markiz adaları, həmçinin demək Tuvalu, Tokelau, Samoa, Tonga və sair Havay, ən böyük adalar, Yeni Zelandiya, demək Tuamotu və sair adalar Polineziyada var. Mikroneziyada olan adalar Karolin, Mariana, Marshall, Kiribati və sair. Melaneziyadakı adalar Salomon, Santa Cruz, Vanuatu, Yeni Kaledoniya, Yeni Gvineya, baxın fikir verin, Bismarck adaları və bu adalar haqqında, əksər adalar haqqında məlumat vermişəm və növbəti adalar haqqında yenə də qeydlər edərik. Karolin adaları Sakit Okeanın qərbində kiçik adalardır. Yeni Gvineyanın şimalında yerləşir. Marshall adaları. Marshall adalarda Okeaniyada Havay və Papua Yeni Gvineya arasında şimali Sakit Okeanda Mikroneziya adalar qrupunda yerləşən 31 dairəvi ada qrupundan 5 adadan və 1152 adadan ibarət ada dövlətdir. Mariana adaları. Mariana adaları 20-ci əsrə qədər Ladron adaları, tərcümədə Oğru adaları adlanır. Adalar Sakit Okeanda Mikroneziyada yerləşir. Öz növbəsində 15 iri və bir neçə kiçik adadan ibarətdir. Ümumi sahəsi 1018 kvadrat kilometrdir. Əhalisi 213.241 nəfər təşkil edir. Mikroneziya ərazisinə daxildir.
və bir neçə adalardan ibarətdir. Xəritəyə fikir versək, Filippin adaları, Borneo adaları, Sumatra, Yava adası, Sulawesi adaları, Yeni Gvineya adası, Yapon adaları və Mariana adaları, Karolin, Palau, Salomon və s. adalar var. Nauru adası Sakit Okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada, sahəsi 21,3 kvadrat kilometr, əhalisinin sayı 13.528 nəfər təşkil edir. (1968-ci ildə müstəqilliyini elan etmişdir. Hazırda dünyanın ən kiçik müstəqil respublikasıdır Nauru. Və xəritədə baxaq. Ümumi sahəsi qeyd olunmuşdur, hündür nöqtəsi, əhalisi və coğrafi koordinatlarına baxaq. 0 dərəcə cənub enliyi, 166 dərəcə şərq uzunluğunda yerləşir. Və atollardan ibarətdir. Atol ada hesab olunur. Nauru adası. Atollar nəyə deyilir? Atollar demək karbonatlı çökmələr kompleksi. Bu kompleksə həlqəvari riflərin monolit çökmələri, xarici tərəfin kövrək çökmələri, habelə laqun çökmələri daxildir. Və atollar haqqında burada ümumi məlumat yazılıb. Tropiklərdə yayılmış, daxili laqunu ensiz, həlqəvi rif, əhəng daşı tirəsi şəklində demək qapayan Mərcan adası. Yaranma şəkli bu cür yaranır. Baxın, burada qeyd olunmuşdur. 1-ci mərhələ, 2-ci mərhələ və 3-cü mərhələ, 4-cü mərhələ qeyd olunmuşdur. Bu cür yaranır. Daha aydın göstərilmişdir. Və sonunda bu cür şəkil alır. Atol adətən sualtı vulkan zirvəsi üzərində inkişaf edir. Fikir versək, buradakı şəklə də fikir versək, demək inkişaf mərhələsi burada qeyd olunmuşdur. Ada üzərində inkişafı mərhələsi qeyd olunmuşdur. Atolun əmələ gəlməsi ardıcıllığı, vulkanik ada, mərcan rifi, nüvə atolu və atol.
yarım kürələr xəritəsinə baxaq. Baham adaları.